Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca ol böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu va Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında, Allahda ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Belə bir misal var, bizdə yəqin hər biriniz eşitmisiniz. Anası gəzən ağacı, balası budaq-budaq gəzər. Bu şəkildə gördüyünüz, bu ağzından süd isi gələnlərin müəllimləridir, xocalarıdır. Vaxtı ikən necə bunlar mahircəsinə məsələləri fırladaraq mövzulardan qaçmağı öyrəniblərsə öz xocalarından. İndi də bu tələbələrinə eyni üsulu, eyni qaydanı öyrədirlər. Necə məsələlərdən mahircəsinə boyun qaçırmaq, yayınmaq, fırlatmaq, bu bunların adətindəndir. Ona görə mən dərsdə də söylədim ki, mən bu dəqiqə buradan ağzımdan çıxarsam, hansısa bir alimin kitabını səhv, hansısa bir alimin adını səhv desəm, bunlar dərhal hay-həşir qoparacaqlar. Halbuki onlardan tələb olunan Allah Subhanahu Taala'nın səmada olması ilə çəkdiyimiz videoyu 20 dəqiqəlik mən orada çənə döymüşəm, video çəkmişəm, hədislər gətirmişəm, ayə gətirmişəm. Məsələ qaldı bir tərəfdə. Mahircəsini fırlatdılar ki, Kamal bizə deyib ki, debat, gəl bir debat eləyək mənə. Birincisi, konum at mənə. Uşaqlar var, deyil mi? Bir dənə konum atsınlar mənim telefonuma. Görürəm sizdə orada ağsaqqalı yoxdur, özüm gəlib sizin üstünüzdə ağsaqqallıq eləyəcəm. Bir dənə mənə konum atarsınız. İkincisi, sən mənim 20 dəqiqəlik gətirdiyim ayət, gətirdiyim hədis, gətirdiyim sahabə sözü, İmam Əbu Hanifə rahimehullahın məsəli, yəni biz bunlar hara getdi? Yəni əgər sən mənə cavab vermək istəmirdin, indi orada deyirsən ki, mən buna cavab vermək istəmirdim, da məcbur qalıb cavab verirsənsə elə çıx. Gətirdiyim məsələlərə aydınlıq gətir də. Gətirdiyim dəlillərimin səhv başa düşdüyümü mənə izah elə. Qoy hamı da görsün də, çünki səndən hamı onu tələb eləyir. Səndən debat sözünü tələb eləyən olmayıb. Səndən ağzından süd isi gələn. Mənim 20 yaşım yoxdur, 20-25. Sən 20 yaşında uşaqsan, ağzından süd isi gəlir. Elə bilsən ki, qarşında oturan da 20 yaşında uşaqdır. Bir get maraqlan gör mənim neçə yaşım var. Çıx, 20 dəqiqəlik sənə cavab vermişəm. Ayə, hədis, sahabə, tabiin sözlərini gətirmişəm. 10 dəqiqədə o birisine cavab vermişəm. Çıx, dediyim kəlmələrimin, ayətin, hədisin səhv olduğunu mənə isbat elə. Mənə sübut elə ki, mən səhvdim. Biz əlhamdülillah ki, heç vaxt debatdan qaçmamışıq, Allah həmd olsun. Sənin bu xocaların var, orada qeyd eləmişəm. Götür onları da gəl. Necə ki, əvvəllər onlara təklif eləmişdim. Özləri bilirlər hara gəlmək lazımdır. Mən harda oluram, harda otururam. Götür onları da gəl. Mənə heç kəs lazım deyil. Mən deyim, baba, telefonumun kamerası ilə çəkəcəm, heç nə çəkməyəcəm. Sən götür cəhizləri gəl. Mənə heç nə lazım deyil. Elə də telefonumun kamerası mənə kifayət eləyəcək. Amma səndən tələb olunan, sən məcbur qalmısan da, çıxmısan mənə orada cavab verirsən. Düzmürəm, məcburiyyətdən. Amma məcburiyyət deyil, çünki özün də bilirsən ki, sənə yazanlar çox olur. Çünki mənə də deyirlər, axı biz onlara yazırıq ki, çıxın Kamala cavab verin. Özün də demişdin ki, mən cavab verməyəcəm. Nə oldu birdən-birə çıxdın cavab elə məsələyə aydınlıq gətirdi. Sənin müəllimlərin də bu cürlə qaçırdılar. Debat təklifini ortaya atmaqla insanların fikirlərini yayındırma. Başqa səmtə yönəltmə. Mən buradayam, narahat olma. Yerim bəlli, yurdum bəlli, nömrəm də bəlli, 24 saatda açıqdır. Dediyim kimi konumu atarsan mənə. Yaxşı, telefonuma konum atarsınız. Gözləyəcəm. Çıx. Mən gətirdiyim dəlillərin bir-bir hamısının səhv başa düşdüyümü isbat elə, sübut elə və çək video, göstər mənə. Qoy hamı da görsün ki, həqiqətən də sən doğru danışırsan, yalancı deyilsən. Allah'a emanet olun. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.